Yağımızı az əlavə edən xəmirimizi yoğururuq. Xanımlar, bir şey nəzərinizə çatdırım ki, qoğal xəmirinin xırt-xırt olması üçün, qatların itməməsi üçün püf nöqtələrindən biri də qoğal xəmiri nə çox bərk, nə də çox boş olmamalıdır. Normal yumuşaqlıqda xəmir yoğurmalısınız. Görürsünüz, artıq xəmirimiz yavaş-yavaş toparlanmağa başlayır. O vaxt nənəm də belə eləyirdi, nə üçün eləyir bilmirəm, amma mən deyirəm. Qəşəng qoyuruq bunu mayalamağa, amma bir saatdan artıq olmaz. Mayalandırdıqdan sonra yenidən görüşərik. İndi isə xanımlar, içiyimizi hazırlayırıq. Unumuzu əlavə edirik, 500 qram undu buradan. Biraz qovuracağıq. Daha sonra yerdə qalan bütün ərzaqlarımızı əlavə edəcəyik. Unun tam qovulmuş olduğunu necə bilmək olar? Hiss edirsiniz ki, unun kütləsi sanki ağırlaşdı. O zaman biləcəksiniz ki, un hazırdır. İndi yağımızı əlavə edirik. Burada 100 qram yağdır. Yağı əlavə etdikdən sonra təkrar biraz qovururuq. Çox qovurma olmaz. O zaman yanıq tamı verə bilər. Yağımız toparları açırıq və artıq unun gəldiyinə görə tam hazırdır. Yerdə qalan bütün ərzaqlarımızı əlavə edəcəyik. Xanımlar, burada 2 xörək qaşığı üyüdülmüş cirə, 2 xörək qaşığı üyüdülmüş raziyana, yarım çay qaşığı qara istiotdur. Və 1 çay qaşığı sarı kökümüzü əlavə edirik. Qarışdıraq qəşəng. Və bir tam dolu olmayan xörək qaşığı duz istifadə edəcəyik. Artıq bizim xəmirimiz tam olaraq hazırdır. 1 saat keçdi və xəmirimizdən maya qoxusu gəlməsin deyə havasını alacağıq. Gördüyünüz kimi havasını aldım tam. Bir daha da yoğururum xəmirimizi. Baxın xəmirin gözəlliyinə. Biz böləcəyik 9 qata. Hər gündən də 300 qramdan tutacağım. Deməli xanımlar, bir şey pişirdiyiniz zaman tamam sizə ərzaqlar lazımdır, amma ən önəmlərindən biri də olan sevgi qatmaq lazımdır ki, pişirdiyiniz hər şey gözəl olsun. Bu arada kanalımıza abunə olmağı, bəyənməyi və bildirməyi unutmayın. İndi isə gündələrimizi